Həzrət İmam Rıza əleyhissalamın Xorasana səfərindən artıq neçə müddət idi ki, keçmişdi. 6 yaşından atasından ayrılmalı olan Həzrət xanım Məsumə uzun müddət idi artıq əziz qardaşından da ayrı idi. Əlbəttə ki, bu ayrılıq Həzrət xanım Fatimə-i Məsumə üçün çox çətin idi. Xanım Məsumədən ayrı qalmaq da Həzrət İmam Rıza üçün çətin idi. Çünki onlar bir-birini çox sevirdilər. Nəhayət, İmam Rıza əleyhissalam bir məktub yazıb, bacısı Həzrət xanım Fatimə-i Məsuməni öz yanına Xorasana dəvət etdi. Həzrət xanım Fatimə-i Məsumə qardaşından məktub aldıqda və onu Xorasana dəvət etdiyini gördükdə çox sevindi və onun sevincinin həddi hüdudu yox idi. Məktubu aldıqdan sonra yavaş-yavaş Həzrət xanım Fatimə-i Məsumə Xorasan səfərinə hazırlaşırdı. Bəli, budur, karvan artıq Xorasana yola düşməyə hazırdır. Lakin Mədinədə olanlar Həzrət xanım Fatimə-i Məsuməni buraxmaq istəmirdilər. Çünki bu səfər ağır bir səfər ola bilərdi. İmam Rıza əleyhissalam gedib və geri qayıtmayıb. Görəsən bu səfərdə Həzrət xanım Fatimə-i Məsumənin başına bir iş gəlməyəcək ki. Doğrudan da onlar üçün Həzrət xanım Fatimə-i Məsumədən ayrılmaq çox çətin idi. Mədinə xanımları Həzrət Məsuməni dövrəyə almışdılar və onunla xudahafizləşirdilər. Beləliklə də Mədinədən karvan yavaş-yavaş Xorasana tərəf yola düşdü. Xorasana gedən karvan İranın şəhərlərini bir-bir keçirdi. Lakin Sabi adlanan məntəqədə Həzrət xanım Fatimə-i Məsumə möhkəm xəstələndi və bu xəstəlik onu əldən saldı. Sabi məntəqəsində dayandıqda Həzrət xanım Fatimə-i Məsumə yanında olanlardan soruşdu. Buradan Qum şəhərinə nə qədər məsafə var? Həzrət Məsuməyə cavab verdilər. Həzrət Məsumə Qum şəhərinin yaxınlıqda olduğunu gördükdə belə buyurdu. Məni Qum şəhərinə aparın. Atamdan eşitmişəm ki, Qum şəhəri Peyğəmbər ailəsinin dostlarının şəhəridir. Orada bizim dostlarımız var. Həzrət Məsumənin Qum şəhərinə gələcəyini eşidən Qum şəhərinin əhalisi çox sevindi. Həzrət xanım Fatimə-i Məsumə Qum şəhərinə gəlib çatdı. Onu böyük təntənə ilə Qum şəhərində qarşıladılar. Axı o Peyğəmbər yadigarıdır. Axı o İmam Rızanın bacısıdır. Axı o İmam Musa Kazımın əziz qızıdır. Hər kəs xanım Fatimə-i Məsuməni öz evinə aparmaq istəyirdi. Lakin şiyələrdən olan Musa Xəzrət cəld davranıb Həzrət xanım Fatimə-i Məsumənin dəvəsinin cilovunu tutaraq onu öz evinə apardı. Xanım Fatimə-i Məsumə burada, yəni Musa Xəzrəcin evində bir neçə gün qaldı. Həzrəti xanım Fatimə-i Məsumə 17 gün Musa Xəzrəcin evində qaldı. Gördüyünüz bu məkan Musa Xəzrəcin evi idi. Musa Xəzrəcin evi hal-hazırda bir ziyarətgahdır. Səbəbi isə Həzrət xanım Fatimə-i Məsumənin bu evdə qonaq qalması idi. Xanım Fatimə-i Məsumə bu evdə qonaq qaldığı müddətdə burada ibadət etmiş və Allah Taala ilə razı-niyaz etmişdir. Xanım dünyasını dəyişdikdən sonra isə buranı xanımı ziyarət etmək istəyən, onun Qum şəhərində hansı evdə qonaq qaldığını bilmək istəyənlər üçün ziyarətgaha çeviriblər. Hal-hazırda bura bir ziyarətgah kimi istifadəyə verilir. Bu evdə xanımın ibadət etdiyi yeri sonradan mehraba çevirdilər. Bu mehrabı ziyarətçilər ziyarət edir və orada namaz qılırlar. Həzrət xanım Fatimə-i Məsumə qardaşına qovuşacağı ümidi ilə yola çıxmışdı. Lakin o bu yolda ağır xəstələndi və Qum şəhərində dünyasını dəyişdi. Xanım Fatimə-i Məsumənin Qum şəhərinə gəlməsinə Qum şəhərin əhalisi çox sevinmişdi. Lakin bu acı xəbər onları matəmə qərq etdi. Şəhərin hər tərəfinə qaralar asılmışdı.
Qum şəhərinin əhalisi xanım Fatimə-i Məsuməyə yas saxlayırdı.